Mən Salman Babazadə 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Hazırda Azərkosmos şirkətində Afrika qitəsi üzrə böyük satış meneceriyəm. Yüksəliş müsabiqəsinə bilik və bacarıqlarımı yoxlamaq üçün müraciət etdim. Sizcə müsabiqənin ən çətin mərhələsi hansıdır və onun öhdəsindən necə gəldiniz? Fikrimcə müsabiqənin ən çətin mərhələsi yarımfinal mərhələsidir. İntensivliyin və emosiyaların ən çox qabardığı mərhələdə mən özümə güvənərək və şəraitə uyğunlaşaraq öhdəsindən gəldim. Müsabiqə təcrübənizi bir sözlə adlandırın. Final mərhələsində də dediyimiz kimi əyləndik, öyrəndik, kəşf etdik, qazandıq. Müsabiqə zamanı sizə ən çox hansı liderlik xüsusiyyətiniz kömək etdiyini və ya qələbə qazandırdığını düşünürsünüz? Fikrimcə, müsabiqə vaxtı mənə ən çox yardımcı olan liderlik xüsusiyyətim kommunikasiya bacarıqlarım idi. Bunları etmədən qalib olmaq olmaz dediyiniz 3 şey. Əgər siz özünüz olsaz, emosiyalarınızı da idarə edə bilsəz və komanda ruhunuz olsa, bunlar qalib olmaq üçün kifayətdir.